Həm Sports Futbol Mərkəzindən hər birinizi salamlayıram, hörmətli Neftçi TV izləyiciləri. AFFA U16 liqasında ikinci mərhələnin 4-cü turunda Neftçi EFA-nı qəbul edir. Artıq heyətlərlə tanış ola bilərik. Başlayaq Neftçidən. Qapıda 12 Farid Mikhailov olacaq. 5 komandanın kapitanı Ruslan Quliyevdir. 2 Emil Təhməzov, 3 Əli İsrafilov, 6 Şikar. EFA-nın heyəti 77 İlham Şeyxzamanlı, 10 komandanın kapitanı Emil Səfərli, 3 Samir Həsənov, 4 Amir Məmmədov. Bayramovun start fiti səsləndikdən sonra maç start götürəcək. Topun yanında Sultan Orucovdur. Fit səsləndi, maç başladı. Uğurlar Neftçi. Ona yaxınlaşdı. Futbolçumuz daha bir ötürmə və gol! Maçın 3-cü dəqiqəsində Neftçi hesabı açır. Ev tapşırığı ilə topu qapıdan keçirir. Renat Əliyev 3-cü dəqiqədə Neftçi hesabda irəlidədir. Küncdən zərbədən sonra təkrarını izləyək. Burada sanki ötürmə idi. Fikir verin, qapıya ötürdü topu Renat. Dərhal birinci hissəni bitirir. O qədər də fasilə olmamışdı ilk hissədə. Elvin Bayramov birinci hissənin final fitini səsləndirir. İkinci hissə başlayır, hörmətli izləyicilər. İlk hissədən sonra Neftçinin 1-0'lıq üstünlüyü var. Yeganə qolumuzu Renat Əliyev vurub. EFA-da ötürmə sağ cinaha. Yusif İskəndərov cərimə meydançasındadır. Yusif zərbə vurur. Mikhailov təkrar zərbə və top qapıdan keçir. Yusif İskəndərov irəlilədi. Təkbətək çıxdı. Zərbə də vurdu. Bu zərbəni Mikhailov dəf etsə də Əli də burada topa toxunmadı. Çıxarmalıydı orada topu meydandan. Habil qaçır orada. Habil çatdı topa Süleymanov. Habil ötürmə olacaq mı Süleymanov? Ümid zərbə vurur. Qapıcan qaydır. Təkrar zərbə. Gol! 2-1. Neftçi yenə də Renat Əliyev dubledir. Burada Habil sona dək mübarizə apardı. Amin Abdullayevlə mübarizədə topu götürdü. Baxdı qapı qarşısına, ötürdü Ümidə. Ümidin zərbəsindən sonra orada müdafiəçilərdən qaydır top. Renat özünü çatdırır və sağ candan davam edir. Orada Sultan Orucov keçdi bir rəqibini. Sultan Orucov baxır qapı qarşısına, Sultandan ötürmə və gol! Qafar Babayev! Ardıcıl qollar 66-cı dəqiqədə Qafar Babayev də fərqləndi. Sultan Orucov sağ candan irəlilədi, keçdi rəqibini, ötürdü qapı qarşısına və Qafarla hesab 3-1 olur. Babayev və bununla oyun da bitir. Hakim maçın final fitini səsləndirir. Neftçi vurduğu 3 golla aktivinə də 3 xalı yazdırır.